Salam, hər vaxtınız xeyir olsun qızlar. Necəsiz? Mən günə kələm turşusu hazırlamaqla başlamışam. Ən sevdiyim turşulardandır və ərzaqları belə doğradım və yığmışam belə qaba. Görək necə alınacaq. İlk dəfədir edirəm və sonra da doldururam balona. Üzərinə duz, nə bilim sirkə filan Instagramdan götürmüşdüm və belə hazırlayıb qoyuram. Görək necə olacaq, sizə də göstərəcəm. Burada isə gedirik podruqamla uşaqları hazırlıqdan götürək. 2 saat hazırlıqda otururlar. Və uşaqlar hazırlıqda olduğu müddətdə bəzən podruqam məni çağırır və çay içirik, söhbətləşirik, gözəl bir vaxt keçirdirik. Əslində mən qızımı istəyirdim ki, 7 yaşda məktəbə qoyam, çünki çox balacadır, hələ 5 yaşı yenicə tamam olub. Amma yenə də fikirləşdim ki, bağça yoldaşları ilə maraqlı olar, çünki bir-birlərini çox sevir. Qızlar, artıq 4-5 gün keçib, yəni belə baxın, tutmam belə alındı. 2 çuğundur vurmuşdum, ona görə qıpqırmızı mən belə xoşlayıram da, qırmızı olsun, qıpqırmızı olsun. İçinə də bibər filan eləmişdim, amma dedi bibər eləməsən də olardı, yəni əsas. Amma toxumum olmadı da, keşniş toxumu, nə bilim şüyüd toxumu, nəsə belə şeylər atmalıydım, onlar olmadı. Belə alındı. Gözəl də yeyir, xoşuna gəlib. İstəsəz reseptini bölüşərəm sizinlə. Burada qızımla vaxt keçirdirik, oyunlar oynayırıq. Çox sevinir onunla oyun oynayanda, vaxt keçirdəndə. Mən də elə həmçinin tək uşaqdır. Ona görə istəyir ki, kimləsə oynasın oyuncaqları. Mən uşaqları başa düşürəm. Çünki kimləsə oynamaq istəyirlər. Oynamayanda özlərinə maraqlı gəlmir. Və mən çox vaxt fikir vermişəm. Gözəl də məsəl üçün heç oynamadığı oyuncağı ona elə təqdim eləmişəm ki, onun da xoşuna gəlib. Qızlar, mən yenə iş başındayam. Burada gözələ sup eləyirəm. Demək, soğan yağımı qovururam. Burada da xırda-xırda bütün demək tərəvəzləri doğramışam. Burada da ətim qaynayır. Ətin suyundan əlavə eləyəcəm. Supa demək belə. Bunlar da artıq qaldı. Fikirləşdim ki, çox olar, çox tökməyim. Belə yəni. Axırda da göyərtini vuracam. Düyü də əlavə edəcəm, biraz yumru düyü. Güzel, baxın belə. İndi bunlar qovrulsun soğan yağda. Sonra demək suyunu əlavə edəcəm. Qaynayandan sonra da düyüsün. Burada çay dəmləmişəm, özümə gözəl yatıb, dedim bir çay içeyim. Supu çəkmədim sizə axırına, baxın yemişik artıq, çox dadlı bir sup alındı, çox gözəl oldu da dadı. Yəni ki, belə düyü ilə xırda-xırda tərəvəzləri doğradım, çox qəşəng oldu, həm də gözələ görə istəyirdim. Əti sümüklüydü deyə ətini atmadım içinə, çünki sümüyü çıxar gözəlin qabağına ona görə, amma suyundan istifadə elədim, çox dadlı alındı. İndi də çay içəcəm. Hava da küləkdir. Küləkli havadan havanı heç sevmirəm. Ona görə belə evdəyik bu gün. Qızlar, burada aparatları saxlayıram həmişə. Buradan da bu tiftik aparatını götürmüşdüm. Əlimin altında lazım olan aparatları belə kutuda saxlayıram orada. Təzyiq aparatıdır, bu aparatlardır. Demək, bu çox işimə yarayır. Elə koftalarım olur ki, məsələn, xoşuma gəlir, amma tiftiklənir, pis günə düşür. O anda tez bununla, yəni tiftiyin götürürəm. Çox işə yarayan bir şeydir də məncə. Yəqin ki, bunu bilməyən yoxdur deyə fikirləşirəm. Sonra belə bir aparat var qızlar. Uşaqlı evdə mütləq lazımlı bir şeydir deyə düşünürəm. İnqalyasiya aparatıdır. Belə bir Nexus'dur deyəsəm firması. Səhv eləmirəmsə Nexus. Belə demək belə bir şeydir. Əlimi vuracam burasına. Belə bir aparatdır.
Burası açılır, dərmanı tökürsüz və istifadə edirsiniz. Düzdür, istəmirəm. Heç kimə də lazım olmasın, heç mənə də lazım olmasın, amma məndə belə bir şey var ki, əlimin altında olanda rahatlıq tapıram da, belə psixolojik olaraq rahatlayıram ki, hə, ən pis variantda bu mənim əlimin altındadır, istifadə eləyəcəm. Yəni belə bir aparatda qətiyyən səsi yoxdur qızlar. 3 dənə maskası var, o biri maskaları kisədədir, öz kisəsində. Bu da belə bir adapterla zaretka yığır. Heç səsi yoxdur. Yəni səsi çıxmır da. Elə aparatlar, köhnə aparatlarda biraz səs olur axı, amma çox razıyam. Keçən il Gözəlin çox pis öskürəyi var idi. Yəni ağzı bağlanmırdı da bir saniyə. Onda bunu qorxub bunu almışdıq. Həkim də məsləhət görmüşdü. Onda istifadə elədim. Amma hər dəqiqə buna qaçmıram. Yəni hər öskürəndə də buna qaçmıram. İstəmirəm, xoşlamıram hər dəqiqə dərmana qaçmağa. Bu aralar da Gözəlin öskürəyi oldu. Onda da nə bilim təbii vasitələrlə aradan qaldırmağa çalışdım. İndi şükür keçib. Sonra nə bilim burada təzyiq aparatı var. Bunu demək aptekdən almışdıq. Səhv eləmirəmsə 70 manat idi. Belə, bunu da yadımdan çıxıb öz qabına yerləşdirməliyəm. Burada qabı var. Burada o qədər şey var ki, yəni bunları fikirləşirəm ki, yığışdırmaq lazımdır da. Gözəlin, nə bilim, burada xırdavat, 1001 xırdavat, yəni hər şey var. Nədir, kaşlokdur. Bu mənim, sizə bunu göstərim, bu mənim toxuculuq, toxumaq iplərim filan, hamısını yığmışam bura qızlar. O vaxtdan toxunma, nə bilim, dəqiqə düzəldim. Oy. Nə bilim, belə şeylər toxuyurdum. Bu çoxdan toxunmuş bir şeylərdir. Güya ki, belə bandana fason başa taxmağa belə bir şey toxumuşam. Nə bilim, həvəsim var. Bu yarımçıq qalmış sumkamdır, çanta. Yarımçıq qalıb, belə bir naxışla toxumuşdum və fikirləşirdim ki, indi bəlkə də başa düşmək olmaz bunu. Belə iki tərəfdən bu qalxacaqdı yuxarı belə. Buradan da belə necə deyirlər? Elə eləyəcəkdim ki, bunu çəkib ağzı belə yığılma formasında bağlanacaq da. Bilmirəm, başa sala bildimsə, mən də başa sala bilmədim. Yəni belə bir şeyləri. Bura bütün qarışıb burada. İplər zaddır burada hamısı. Bunu çıxarmaq istəmirəm. Bir ara sizə çantaları filan da göstərəcəm. Toxuduğum çantaları da, qalanları, əlimdə qalanları göstərəcəm sizə. Özüm istifadə etdiyim çantam var, onu da göstərərəm. Məncə maraqlı olar. Nədir, bu Gözəlin oyuncaq tozsoranı var. Onun tozudur, güya ki, yerə tökür, sonra tozsorandan yığır. Burada ancaq kaburo, nə bilim, şəkillərdir. Əslində bura çıxmalı bir şey yoxdur. Burada saplarımdır. Belə qoyum. Əslində burada çıxmalı, yığışdırılmalı bir şey yoxdur qızlar. Çünki bunlar saplardır, atılmalı bir şey deyil. Burada şəkillərdir, burada da telefon şeyidir də, yəni o necə deyirlər, qutularıdır, lazım olur da, bir də görürsüz. Burada da adapterlar filandır, yəni lazımsız bir şey yoxdur. Nə bilim, şprislər filan, 1001 xırdavat. Burada Gözəlin, nədir bu? Puzzle'ları. Sonra baxaq görüm nə var başqa. Bunu mən nədir? Təzyiq aparatı üçün saxlamışam ki, onu qoyacağam onun içinə, elə saxlayıram. Sonra bu adapterlardır. Bu mənim pərdələrimin, nə bilim, o qırağına taxılan bir şey, aksesuarı. Bu nədir? Yəni buna da baxın görüm bu nədir? Bu da elə xırda şeylər var içində, nə bilim, oyuncaqdır, nədir? Bilmirəm, yəqin ki, lazımlı bir şeylərdir, ona görə əl vurmuram bunlara. Çünki təzəlikcə yığışdırmışdım, sadəcə qarışıb da, yəni hər dəqiqə qarışır. Gözəl buraları qurcalayır, eləyir və bunlar qarışır. Bu da Gözəlin puzzle'ları. Bu puzzle'ları mən bu böyükləri Ali və Nino'dan almışdım. İnanırsınız, bu qədər puzzle nə qədər pul versəm yaxşıdır. Yəni puzzle düzdür, baha olur, onu bilirəm. Amma yaxşı ki də almışam. Yəni 25 manat pul vermişdim bunlara. Amma evə gələndə şok keçirmişdim ki, bunun içindən bu qədər az, yəni çıxmışdı da. 4 hissə idi, 5 hissəlik bir puzzle idi. 4 hissə deyəsən. Gözəlin yelpi idi, yelpə idi, nədir ondan elə xoşlayır. Sonra qızlar, bu fotoaparatın kutusu. Bunu atmaq istəyirəm, əslində yer tutur.
Bu mənim telefonumun kutusu. Burada albomlarımızdır. Albomları çox istəyərdim göstərəm, amma göstərməyəcəm. Çünki yəni gəlinlik, məsəl üçün toy albomudur da bu. Çox nə bilim xoşuma gəlməyib də o saçım, nə bilim makyajım. Mən o şanslı gəlinlərdən olmamışam ki, saç makyajım xoşuma gəlsin də. Düzdür öz seçimim olub, demişəm belə elədim. Yəni saçımı belə et, başımı belə et, amma yaxşı alınmayıb da, bilmirəm. Bu da bunun maskalarıdır burada. Bunu da qoyacağam yerinə. Sonra qızlar burada nə bilim Quran kitabı filan var. Bunları da qoyuram belə. Ki, bu da gözəlin bilyard oyuncağının hissəsi. Bilmirəm nəyi necə yerləşdiririm, amma belə yerləşdirmişəm də. İndi bunları da, bu aparatları da qoyacağam belə bir formada ki, əlimə atanda lazım olur. Burada da gözəlin albomlarıdır. Belə 4 yaşında çəkdirmişdi, nə bilim Novruz bayramı. Sonra demək 1 yaşında belə albomlarıdır. Gözəli çox göstərməyi də istəmirəm, sevmirəm uşaqların yüzü görünəndə. Yəni məncə uşaqları, yəni hamıya da deyirəm, öz yaxınlarıma da, məncə sosialda uşaqları çox göstərmək lazım deyil. Yenə də belə qarışıq oldu, amma başqa yerim yoxdur, ona görə belə yığdım. Bu evdə mən heç nəyə yer tapa bilmirəm. Baxın, orada kitablarım var, nə bilim testlərim filan, imtahana filan hazırlaşanda mənə lazım olacaq deyə fikirləşirəm. Sonra gözəlin burada belə oyuncağını qoymuşam. Yer yoxdur da, yəni ona görə belə yığmaq məcburiyyətindəyəm. Yadınızdadırsa, bu ətiri mən Trendyoldan sifariş etmişdim. Çox gözəl iyi var və bundan tapa bilmədim. Açığı istəyirdim bundan ikincini almaq, amma tapa bilmədim. Yəqin ki bitib, stokda yoxdur və demək yeni bir ətir kəşf etmişəm Trendyolda. Çox tərifləyirlər. 2 növünü, qara rəngi və demək belə bir rəngi var. Onu sifariş edəcəm. İndi sifariş edib gəlsin, görüm necə gəlir. Demək, görüm dedikləri kimi gözəl deyil, yoxsa yox. Sizə də deyəcəm, link ataram, alarsınız. Bu artıq bitib, bundan yoxdur. Çox istəyərdim bundan olsun, bundan almaq istəyərdim. Yəni çox sevirdim bu ətiri. Sanki bir qış üçün yaradılmış bir ətirdir də, yəni belə sərin havalar üçün yaradılmış bir ətirdir. Heç dibində bir damcı da qalmayıb. Bunu 2 aya, 3 aya, 2 ay da çəkmədi məncə. İşlətdim və bitdi. İndi onları da sifariş edim qızlar. Görək necə gəlir. Qalmışam bircə bu duxum var. Bir bu, bir də bunun. Üçünün əlində qalmışam da, yəni. Yeni ətir istəyirəm özümə. Onları sifariş edim. 2 dənəsi kuponla bir yerdə 40 manata gəldi. Hətta 39 manata. Demək bir dənəsi 26 manat idi. Bir dənəsi 30 manat idi, səhv eləmirəmsə. Və adını da dəqiq bilmirəm. Amma inşallah sifariş edim gəlsin. Sizə də göstərərəm. Bir də belə bir ətrim var, amma bunu heç istifadə etmirəm də, gündəliyə vururam. Xoşuma gəlmir. Mənim saçım bu aralar dəhşət tökülür, dəhşət. Bilmirəm, bir yaxınımızdan da eşitmişik ki, mən bacım da demişdi onu, sonra bir nəfər də dedi ki, saçının tökülməsini dayandırıb, saçlar gözəl eləmə. Saçları çıxarıb, bura demək nə eləmişəm, biraz su götürdüm. O əslində 1 litr suya deyirdi. Mən dedim 1 litr mən, yəni ki, nə edirəm o qədəri və bu qədər su götürdüm azca. Biraz mixək atdım, içinə biraz dəfnə yarpağı, biraz da rozmarin. Demək bunu qaynadacağam indi. Sonra tökəcəm bunu demək sprey qabına və saçımın diblərinə sprey şəklində vuracağam. Görüm effekti olsa bir qədər yoxlayım qızlar. Saçım çox dəhşət tökülür də, yəni yerdən ancaq saç toplayıram hər gün. Yerə nəsə düşsə, o ilə bərabər saçlar da götürürəm. Məsələn, nə düşsə gözəlin oyuncağı düşür, o ilə bərabər saç götürür. İnanın ki, hər gün təmizləyirəm, amma yenə eyni şeydir, çox tökülür. Görün bunu yoxlayım.
Yaxşı olsa sizə də deyəcəm. Tək yadıma düşür, bir də sizə nə göstərmək istəyirəm. Qızlar, mənim duş gelim budur. Demək, Araz marketdən almışam. Qiyməti 1 manat 77 qəpik idi. Yəni indirimdən düşmüşdü. Bilmirəm, iyindən çox xoşum gəlir, effekti də qəşəngdir. Mənim çox xoşuma gəlir. Yəni normaldır. Demirəm ki, belə bau nəticə alıram, amma normaldır da. Yəni duş gelidir. Baxın, birini də bura alıb qoymuşam. İndirimdə olan kimi alıram bunu. Stoklayıram ki, tez-tez bitir. Belə. Dedim bunu paylaşım sizlə. Burada mamagilə gəlmişdi. Bacı bizə gürcü xəngəli hazırlayırdı. Fikirləşdim ki, maraqlı olar və başladım çəkməyə. Bacı sağ olsun, hər il gəlir belə sərin vaxtlarda. Mama çox xoşlayır gürcü xəngəlini, ona görə hazırlayır. Düzdür, sonunu çəkmək yadımdan çıxıb. Amma belə çox dadlı və gözəl alınmışdı. Yəni istədim sizə də çəkim. Demək, həftə sonları yığılırıq mamagildə. Biz 3 bacıyıq. Ortancıl bacım evlidir, bir qızı var. Kiçik bacım isə subaydır. Mama ilə bir yerdə qalır və işləyirlər. Həftə sonunu da biz gəlirik, belə bir yerə yığılırıq və maraqlı bir gün keçir. Yemək bişiririk, söhbət edirik, çay içirik, belə. Yəni çox gözəl olur. Bacının da YouTube kanalı var. Onun da səhifəsini yerləşdirərəm. Maraqlı gəlsə izləyərsiniz. Onun kütləsi çoxdur və çox maraqlı vloqlar paylaşır. Mən özüm də boş vaxtımda oturub izləyirəm. Demək, əslində şəkil yerləşdirə bilmirəm. Hələ bu proqramı öyrənib qurtarmamışam. Ona görə istəyərdim ki, səhifəni burada paylaşım. Amma gələn vloqda mütləq yerləşdirəcəm. Bugün hazırlığımız başlayıb qızlar. Birinci gündür. 4 gün hazırlığa gedir gözəl. Onu hazırlığa qoydum. Getdim pizza üçün lazım olan ərzaqları aldım. Nə bilim sastikasını. Çünki məndən istəmişdi dünən. Gəldim. Onu hazırlığa qoyub gəlib başladım pizza eləməyə. Və artıq gözəl hazırlıqdan gəlib. İndi çöldə gəzir. Ona görə hava alır, velosiped sürür. Ona görə mən də belə hazırladım. Dedim sizə də göstərim. Qızlar, pizzanın xəmirini hər dəfə müxtəlif cür eləyirəm. Bu dəfə başqa cür eləmişəm. Sizə belə göstərim. Demək, 2 yumurta vurdum, biraz süd əlavə elədim. Mən həmişə gözə yarı eləyirəm də, yəni bunun bir ölçüsü yoxdur. Yoxsa deyərdim. Belə 2 yumurta, biraz süd, unla qarışdırdım. Belə duru bir xəmir elədim də, yəni yoğurmadım bunu. Həm əlimi bulamaq istəmədim, həm də belə necə deyirlər? Yəni belə duru bir xəmir alındı. Bunu da hissələrə bölürəm tavanın içinə. İndi bunu bir tavada bişirirəm. Bunu da ayrı tavaya dökəcəm. Bişirirəm, burada tökürəm, yayıram. Biraz özünü tutur xəmirdə, biraz bərkir, istidən biraz bişir. Sonra üzərinə ketçup əlavə eləyirəm. Bizim süfrəm belə bir adi klassik ketçupunu. Sonra burada da ərzaqlarımı doğrayıram və üstünə düzürəm. İndi sizə də göstərərəm. Dedim belə çəkim. Hazırlıqdan gəlib əynimdə dəyişməmişəm. Demək, qızlar, baxın bunu xəmiri belə tökürəm. Lazım olan qədər tökür belə. Sonra kəsirəm ki. Mən pizzanın xəmirini nazik xoşlayıram. Yəqin ki 3 dənə pizza çıxacaq bundan. Bu xəmirdən belə yayıram içində ki yumru olsun. Əvvəl demək yoğururdum. Yoğuranda biraz bərk olur. Mən xoşlamıram elə. Biraz istəyirəm yumşaq olsun. Ona görə südlə elədim. Həm də bir dəfə də belə demək bir dənə Instagramdan görmüşdüm resept. Orada da smetanla eləyirdilər. Smetanla eləmişdi. O da çox qəşəng olur. Nazik olur da xəmiri. O da çox gözəl idi. Amma bir dəfə də belə yoxlamaq istədim. Bunu da bir Türk blogerdə gördüm. Əslində o belə eləmirdi. O belə demək eləyib. Üstünə də tez xırda hər şeyi doğradı və duxovkaya qoymuşdu. Krep kimi. Onlar krep deyirlər də səhv. Baxın belə yaydım qızlar. İndi bu özünü tutacaq. Biraz bunu demək qapağını bağlayıram, örtürəm. Belə bu özünü tutsun. Burada da ki pizzam da uje hazırdır. Pendirini də tökmüşəm. Belə yəni. Görüm dadı necə olacaq, sizə də deyərəm, əgər istəsəz edərsiniz.
Baxın, sizin üçün də çəkirəm, göstərirəm. Demək belə oldu, tutur. Görürsüz, xəmir özünü tutdu. Çox gözəl xəmiri alınıb. Bilmirəm, indi yeyəndə də çəkərəm siz üçün ki, belə baxasınız da. Yəni altı filan qızarıb artıq bunu. İndi bunun üstünə ketçup vuracağam və belə demək spatula ilə belə yayacağam. Baxın, belə ketçupu yaydım. İndi üstünə mozzarella pendiri biraz rəndələyəcəm və üzərinə ərzaqları düzəcəm. Yəni ki, tutsun deyə. Belə düzdüm üzərinə. İndi qapağını örtürəm ki, pişsin. Asfotda qoyacağım. Artıq asfotdadır. Damcı da azaldım ki, tam pişsin. Və bunu indi çıxarıram. Sizin üçün çəkirəm. Həqiqətən çox dadlı bir pizza alındı. İstəsəz sınayarsınız. Hər kəs çox bəyəndi. Çox yumşaq idi. Qızlar, vlogun da artıq sonuna çatdıq. Məni izlədiyiniz üçün, dəstək olduğunuz üçün, bəzən oxuyuram xoş sözlərinizi. Sizə çox sağ olun demək istəyirəm. İnşallah ki, bu vlogu da bəyənərsiniz. Bəyəndinizsə, bəyən butonuna basmağı, abunə olmağı unutmayın. Sağ olun.